Ağlı şuuru olan adamlar qulaq asar, özünə bir sabah üçün bir çarə qılar. Ağlı olmayanlar da çamur atar gedər, amma sabah da özü və öz əzizlərini itirər. Sadəcə mən ağlı olanlar. Gələcəkdə bu kimi baş verəcək şeylər varsa, indidən onlar üçün bilmək və çarə qılmaq istəyən insanlar üçün. Sivillər həmişə demişdim. Bütün dünya qurumların, dünya idarə edən büyük BMT, nə bilim, nə samitlər, o kimi qurumlarda bütün sivillər qalxıb bu savaşlara dur deyib durğuzmasa, bu təkan verən təbii fəlakətlərə durğuzmasa, bugün sağ olan sabah sağ qalmayacaq. Bu çox uzaqda deyil. Bu dilindən danışmaqdan, işitməkdən, efirlərə baxmaqdan çox rahat gəlir bu şeyləri işitmək. Çox adi gəlir bu şeyləri işitmək. Onu yaşayan adamlar, onların ailələri gözəl bilirlər ki, o his nə hisdir. Heç kim onu qismət eləməsin. Ukraynada hal-hazırda baş verən qırğın, orada həmən o uşaqları orada invalid qaydan, nə bilim, düşmənin əlində götürüb əsir alan, ölənlər gözəl başa düşür. Koronavirusdan sonra dərhal top kimi insanların həyatdan gedən, ölən, o şeyləri olanlar başa düşür. Və gələcəkdə baş verəcək zəlzələdə Allah uzaq eləsin. Bu göstərdiyiniz, bu dalğa mənim ürəyimə elə gəlir ki, bu zəlzələ dalğasıdır. İminlə göy, yaşıla çalan, baba bu yaşıl rəngi var ha, baba yaşıl. Bu sarı ilə yaşıla çalan və ha belə dalğalı şəkildə olmalıdır. Ya da ki, belə halında bir yerdə liniya olacaq, içində dalğalar olan. Və orada da yaşılla göy, qırmızı olmaq yox, o qırmızı olur, gedir, o boş şeydir. Sarı da olur, o təbiətin hadisələridir. Yaşıla çalan, göy, yaşıl qarışmış biraz da sarıya, qaz kimi halında, göydə görsək ki, bir qaz halında bir şey var, dalğalı. O günün 10 gün ərzində ehtiyatlı ol, çünki büyük bir zəlzələ xəbərdarlığı olduğunu düşün. Çünki mən bunu yuxuda görmüşəm, hisslərim də bunu deyir hər zaman və bu yaxınlaşdıqca mən sizə deyirəm. Bu o demək deyil, bir aya, 2 aya, bir günə. O göydə şey gördünsə, hündür mərtəbələrdən sadəcə ehtiyatlı ol. O bir həftə, 10 gün hündür mərtəbələrdə olmasa yaxşıdır. Bu mənim xəbərdarlığımdır. Hər hansı yerin, lunanın, nəyin nədirsə olacaq, o bu yaşılla, bu nə bilim, bax bu yaşılla, bu göylə, rənglərlə, bu sarı, bu üçü qarışmış qaz halında bir rəng gördünsə göydə, hələ bir halında dalğalanmış bir. Bilin ki, hündür mərtəbələrdən ehtiyatlı ol, uzaqda dur.